Bəzi xəstə adamlar yazır ki, kanalımda komentari kimi xəstəsən. Ay tupoy, insaniyyət ona görə sağ qalıb ki, bilgilərin bir-birinə ötürüb və mən bu türkçə çarələri filan ötürmək borcum deyil. Vərəm zad deyiləm özüm, bronxit deyiləm. Amma bunu mən bilirəmsə, bütün xalqa, millətə çatdırmalıyam. Və xəstə olmaq eyib deyil. Yazırsan, xəstəsən, tutalım ki, xəstəyəm. Xəstə olmaq eyibdir ki. Bax, donuz piyin əridmişəm, donuzun iç yağını. Kərə yağı ilə qatışdırmışam. Kakao da bir xörək qaşığı. Sadəcə rəngin dəyişdirsin. Onsuz bu birazdan donacaq, olacaq eynən şokolad yağı kimi. Və buna nə vuracam? Bal vuracam, bal. Yəni, Allaha ağır gedməsin. Əgər bal yoxdursa, pesox da vura bilərsən. Orada o bronxi, nəfəs yolların, mədədə qızartını götürən şey donuzun iç yağıdır. Həmən yerin üzərini tutur. Donuzun iç yağı yedin üstünü, elə porsuq yağı da elədir. İnsanın bədən temperaturunda əriyir. Başa düşürsünüz, əlin içində tutsun, əriyəcək. Qoyun quyruğu kimi, mal piyi kimi deyil. Allah şəfa versin, bir də resepti qısa formada deyirəm. Donuzun iç yağın, buğda, əvvəlki videolarımda çəkmişəm. Parda, buğda, suyun birbaşa ot dəyməsə yaxşıdır. Əridirsən, özü miqdarında kərə yağ, bal, bir də kakao. İstəsən, mən indi nastoyka var burada, konyak kimi, 40 ya otun tərkibi. Bundan da biraz vuracağım. Yəni, istəsən, vurmaya da bilərsən. Əsas odur ki, bunu xaladelnikdə, soyuducuda saxlayasan ki, xarab olmuyor. Bu qədər.